Bugünkü mövzumuz Ramazan ayında etdiyimiz səhvlər olacaq. Plov, düyü, bunlar tövsiyə deyil. Çox insan su içə bilmir. İftardan imsakacan 2 litr yarım su içməliyik. Bu mütləqdir. Gün boyu yemədiyindən artıq yeməyə başlayır. İtirilmiş əzələ kütləsinin yerinə piylənirik. Bu da hardasa mənə elə gəlir ki, müzakirə olunmalıdır. Belə insanların oruç tutması zəruri deyil. Niyə mən tuturam? Mənim həkim də icazə verin. Səhər yeməyini özün ye, günorta dostundan paylaş. Şam yeməyində isə onu düşməninə ver. Doğru bir məsləhət deyil əslində. Hansısa rəhbər sənədlərə əsaslanaraq bunu deyirəm. İzləyənlərə də demək istəyirəm ki, Allah sizin də orucunuzu və dualarınızı qəbul etsin. Rəsulova ilə söhbətə xoş gəldiniz dostlar. Bugünkü mövzumuz Ramazan ayında etdiyimiz səhvlər olacaq. Sözsüz ki, qidalanmaya aiddir və vaxt itirmədən mən istərdim ki, qonağımı təqdim edim. Qonağım isə terapevt doktor Sevindik Arazovdur. Xoş gəlmisiniz doktor. Çox təşəkkür edirəm. Xoş gününüz olsun. Mən də bütün müsəlman bacı və qardaşlarımızı 11 ay gözlədiyimiz bu Ramazan münasibəti ilə təbrik edirəm. Allah cəmi müsəlmanlarının orucunu, dualarını, istəklərini qəbul eləsin. Amin. Məni bir daha verilişinizə dəvət elədiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Və doktor, mən vaxt itirmədən suallarıma keçmək istəyirəm. Çünki bilirsiniz ki, bu Ramazan ayında kimsə düzgün oruç tutur, kimsə ilk dəfədir və yaxud da ki, kimdənsə eşidir, oruç tutur. Çox yaxşı da eləyir, amma bəzi qayda-qanunlar var ki, biz onlara riayət etməliyik ki, sonra da problemlər yaşamayaq. Oruc zamanı etdiyimiz səhvlərdən istəyərdim başlayaq. Çox təşəkkürlər. Oruç tutmanın dini, fəlsəfi, məğzi mahiyyəti nədən ibarətdir? Bizim Quranda da Əl-Bəqərə surəsində buyurulub ki, ey iman gətirənlər, oruc sizdən öncəkilər üçün mütləq buyuruldu və sizlər üçün də bu mütləqdir. Zəruridir, vacibdir. Kimlər oruç tutmalıdır? Yetkinlik yaşına çatmış, ağlı başında olan, yəni sağlam düşüncəli, səhhəti imkan verə bilən hər bir müsəlman oruç tutmalıdır. Kimlər oruç tutmamalıdır? Yəni bunlar ilk olaraq burada sağlıq problemi olan insanlardır. Xroniki ürək damar sistemi xəstəlikləri olanlardır, xroniki qaraciyər, xroniki böyrək xəstəliyi olanlardır, şəkərli diabetin ağırlaşmış forması olan insanlardır, uzun müddət susuz və yaxud da az qala bilməyən insanlardır və yaxud da ki, ağır fiziki işlərdə işləyən insanlardır ki, hansı ki, gün ərzində həddən artıq kalori sərf eləyir və yaxud da ki, həddən artıq çox tərləyir. Məsələn ki, şaxtalarda, mədənlərdə işləyənlər, metal əritmə sexlərində işləyənlər, dəmirçilər, çörək sexlərində işləyən ana bacılarımız və yaxud da qardaşlarımız, onlar üçün mütləq deyil. Və orucun dediyim kimi var dini bir tərəfi, o nədir? Yəni bizim nəfsimizi tərbiyə eləyir. Sosial vəziyyətindən, maddi statusundan asılı olmayaraq bütün insanlar bir cərgədə namaza durur. Və yaxud da ki, iftarda hamı eyni masa arxasında oturub, eyni təamdan dadır. Yəni, bu orucluğun dini, fəlsəfi mahiyyəti çox böyükdür. İndi biz gələk bunun tibbi bir anlamına ki, oruc tutmaq bizim üçün nə qədər xeyirlidir və orucu necə tutmalıyıq və oruc Ramazan zamanı necə qidalanmalıyıq? Yəni, başlayaq, doktor, elə səhər yeməyinə, yəni sahurda necə qidalanmalıdırlar ki, gün boyu həm aclıq hiss olunmasın, həm də ki, sonradan səhhətlərində problem yaşamasınlar. Çox təşəkkür. Biz gündə 3 dəfə qidalanırdıq. Normalda 3 dəfə qidalanırıq. Qidalı vasitələr qəbul edirik ki, gün ərzində fiziki aktivliyimizi saxlaya bilək və bizim həyatımız üçün önəmli bir şeydən biri oksigendir, nəfəs alırıq, bir də sudur. Sutka ərzində su içməliyik. Və biz də sutka ərzində su içmirik. Və ona görə də mütləq imsak bizə lazımdır. İmsakda biz necə qidalanmalıyıq? İmsakda o cür qidalanmalıyıq. Gün ərzində bizim həyat fəaliyyətimizi davam elətdirə bilək. Bura daha çox gec həzm olunan, yüksək kalorili və bizi gün ərzində tonusda saxlaya bilən bir qidalar. Məsəl üçün, hər gün səhər bir soyutma yumurta ola bilər, qızarılmış olmamalıdır. Qayğanaq və yaxud da ki, belə də yarım bişmiş tövsiyə deyil. Ya omlet halında. Nəyə görə? Çünki bişmiş, gec həzm olan bir şey olmalıdır. Çünki belə deyək, omlet və suda pörtlənmiş
bişirilmiş yumurta gec həzm olacaq, proteini gec sorulacaq və bizim gün ərzində bizi tonusa saxlayacaq. Məsəl üçün bizdə xoşlayırlar. Bəzən soyutma, bir gün soyutma yeyəndən sonra o biri günlərdə deyirlər ki, yumurta pomidoru daha yaxşıdır. Yumurta pomidor məsləhətdir. İmsaka yumurta pomidor məsləhət deyil. Nədən? Çünki dediyim kimi səhərə biz, yəni imsakda duzlu pendir, qızardılmış bir şeylər, plov, düyü, bunlar tövsiyə deyil. Qanda qlukozanın səviyyəsini normal, optimal şəraitdə saxlaya bilib, bizi gün ərzində fiziki aktivliyimizi saxlaya bilən qidalar olmalıdır. Süzmə ola bilir, duzsuz pendir ola bilir, dediyim kimi yumurta ola bilir, duza qoyulmamış, sirkəyə qoyulmuş zeytun ola bilir və bunlar bizim səhər yeməyimizin olmazsa olmazlardır. Çörək isə həm imsakda, həm iftarda ya kəpəkli çörək olmalıdır, ya çovdar çörək olmalıdır, ya da tam buğdalı çörək olmalıdır. İmsakda həm plov, həm ağ çörək yemək olmaz. Çünki birdən-birə bizim qanda şəkərimiz qalxacaq və bizdə toxluq yaranacaq. İftara keçsək, məsələn, iftarda da necə qidalanmalıyıq? Birinci, biz iftarımızı aça bilirik. Bir fincan su, balaca kasada şorba. İstənilən bir şorbadan içə bilirik və 15 dəqiqə fasilə verməliyik. Nədən sonra? Çünki biz tez-tez yemək yedikdə ümumiyyətlə bizim doyunma mərkəzimiz 15-20 dəqiqədən sonra artıq bizə siqnal verir ki, mən doydum. Ona görə biz ilk olaraq mədə-bağırsaq sisteminə suyu göndəririk, sonra şorbanı göndərərək 15-20 dəqiqə fasilə eləyirik və ondan sonra ana yemək eləyirik. Ana yemək ola bilər ki, yenə də deyirəm, qızardılmış yox. Ola bilər ki, məsələn, Türkçə bunu izqara deyirlər. Biz belə deyək də, pörtlənmiş ola bilər. Məsələn, bozbaş kimi bir şey ola bilər. Kabab ola bilər ki, çox qızardılmış olmasın. Məsəl üçün, bulgur plovu ola bilir. Amma bizim ağ düyüdən hazırlanmış və yaxud da ki, plovun yanında hansısa digər təamlarla bir yerdə o qədər tövsiyə olunan deyil. Bizdə xoşlayırlar yağlı, aşqara. Yox, olmaz. Amma tərəvəzlər mütləq istifadə olunmalıdır. Həm imsakda, həm iftarda tərəvəz ağırlığı. Tərəvəz misal üçün dedikdə nəyi nəzərdə tutursunuz? Kahı, cəfəri, keşniş, şüyüd, məsəl üçün mövsümü olaraq, indi məsələn bugünkü gün Azərbaycanda da, paytaxtımız Bakıda da 24 saat müddətində istənilən meyvə tərəvəz tapa bilirik. Yəni bunlar nədir? Dediyim kimi biber ola bilir, xiyar ola bilir, pomidor ola bilir və bunlardan salatlar hazırlamalıyıq. İki bir şeyə görə. Niyə görə? Birincisi bitki lifləri lazımdır ki, bizdə qəbizlik əmələ gəlməsin, bağırsaqları işləsin. İkincisi də axşam yediyimiz, yəni imsakda yediyimiz qidaları həzmini yaxşılaşdırmaq üçün mütləq lazımdır. Və iftardan imsakacan 2 litr yarım su içməliyik. Bu mütləqdir. Qəbul etmək lazımdır. Səhər də çox insan su içə bilmir. Çox insanlar ki, yəni qəbul edə bilmir. Uzağı 1 fincan, 2 fincan çayla birlikdə adam qəbul edir. Bəs nə etməliyik ki, səhər bu sahurda biz normal suyu qəbul edək? Yox, biz normal suyun qəbulunu sahura saxlamırıq. İftarı açdıq, 15-20 dəqiqədən sonra ana yeməyimizi yedik və ana yeməyimizi yedikdən sonra biz meyvə şirələri, kompot, meyvələrdən hazırlanmış təzə kompot. Amma meyvə şirələri dükandan alınma yox, yəni konservant yox, təzə hazırlanmış meyvə şirələri içirik və ondan sonra isə dediyim kimi 1 saat, saat yarım, 2 saatdan sonra biz bir yüngül yürüyüş eləməliyik. Bizim gündəlik yürüyüşümüz olmalıdır. Fiziki aktivliyimiz olmalıdır. Niyə görə? Çünki biz istəsək də, istəməsək də oruç tutan insanlar arıqlayır. Və bu arıqlama da bəzi hallarda əzələ kütləmizin itməsinə səbəb olur. Ramazan bitdikdən sonra biz adəti üzrə öz optimal əvvəlki qidalanmamıza qayıtdıqda itirilmiş əzələ kütləsinin yerinə piylənirik. Ona görə də gündəlik fiziki aktivliyimiz olmalıdır. 15 dəqiqədən sonra biz qida qəbul edirik ana yeməyimizi, ana yeməyimizdən 2 saat sonra isə biz yürüyüş edirik. Yürüyüşdən sonra isə biz belə deyək də yatmağa gedənəcən ən azından litrə yarımacan suyu o vaxt içirik. Kompot daxil bura. Suyu o vaxt içirik. Amma səhər yuxudan qalxdıq. İmsaka isə 1 fincan məsəl üçün süd ola bilir, 1 fincan meyvə şirəsi ola bilir, bitki çayı içmək olar. Amma səhərlər ki, bizi gündəlik tonusda saxlasın, tünd çay içmək, kofe içmək qəti olmaz. Tibbi nöqteyi nəzərdən tövsiyə deyil.
Yeri gəlmişkən bizi izləyənlərə fürsətdən istifadə edib, yəni öz suallarını və rəylərini bizə yaza bilərlər. Instagramda Rəsulova ilə söhbətə səhifəmizə daxil olursunuz, bəyənirsiniz. Daha sonra isə bütün rəylərinizi və təkliflərinizi də yazıb göndərə bilərsiniz. Eyniliklə YouTube kanalımıza Vəfa Rəsulova yazıb kanalımızda abunə olursunuz və təklif rəylərinizi, suallarınızı da yazıb göndərə bilərsiniz. Və doktor, bəzi insanlar var ki, səhər yemirlər, misal üçün. Uzağı bir fincan su içərlər, daha sonra isə amma iftarda artıq orqanizm özü yemək, qidalanmağı tələb etdiyi üçün gün boyu yemədiyindən artıq yeməyə başlayır. Yəni hansı fəsadlara gətirib çıxarda bilir? Fəsadlar birincisi biz çəki almağa başlayacağıq. Ən ümdə problemimiz nədir ki, biz tez-tez yeyirik. Başa düşürsünüz. Ona görə yeməyi yavaş-yavaş yemək lazımdır. Yaxşı çeynəmək lazımdır. Çoxlu şirniyyatlar, ümumiyyətlə şirniyyatdan istifadə eləmək tövsiyə deyil. Həftədə bir yaxud 2 dəfə ola bilər. Meyvə yeyə bilərik. Çiğ halda meyvə kompotları içə bilərik və yaxud da xaşlanmış, suda bişmiş meyvələrdən istifadə edə bilərik, meyvə şirələrindən istifadə edə bilərik və daha tez həzm olan qidalardan istifadə edəcəyik. Amma imsakda isə daha gec həzm olan, amma bura qızardılmış qidalar olmaz, çox duzlu olmaz və belə deyək də çox məsələn bal, paxlava, doşab kimi bir şeyləri bir çay qaşığı ilə artıq istifadə olunması tövsiyə deyil. Qəbizliyimizi aradan qaldırmamız üçün yetərli qədər meyvə və tərəvəz qəbul eləməliyik. Dediyim kimi, maye qəbulunu da biz iftardan sonra yatanacan davam eləməliyik. Sahurda mütləq suyunu içib və ən azından belə deyək də heç nə qəbul eləmədən iftara calamaq düzgün deyil. Pasientlərdə belə bir fikir var ki, oruc zamanı məsəl üçün mən gedib laborator analizləri verə bilmərəm. Nə üçün? Çoxları deyirlər ki, orucum pozular. Orucluğum pozular. Yəni ki, orucu poza bilən tibbi prosedurlar hansılardır? Onlar ki, biz su qəbul eləməyəcəyik. Vena daxilinə qidalandırıcı vitaminlər və yaxud da ki, ağrı kəsicilər qəbul edə bilirik. O nöqteyi nəzərdən çıxış eləyərək də gözə orucluq zamanı gündüz zamanında, yəni oruc vaxtında göz damcısından istifadə eləmək olarmı? Olar. Yəni göz damcısı, gözə damcı damızdırmaq, dərman damızdırmaq orucluğu pozmur. Amma dərman qəbul etmək? Dərman qəbul etmək, bayaq söylədim ki, əgər pasientin tibbi əks göstərişi yoxdursa, oruc tutmalıdır. Amma ağır ürək xəstəlisidirsə, bu dərmanı öz tüpürcəyindən və yaxud da ki, sulla içmək orucu pozur. Bunun qəzasını qılacaqsan. Amma dil altına hansısa bir dərmanı qoymaq, çünki ağız boşluğunda sorulacaq bu. Mədəyə getməyəcək. O orucu pozmur. Bu da hardasa mənə elə gəlir ki, müzakirə olunmalıdır. Çünki bəziləri deyə bilər ki, dilin altına da dərman olmaz, ümumiyyətlə. İndi baxmayın da, o da hansısa bir dad dəyişir, istər-istəməz dərmanın da dadı var. Bunu müzakirə elə edərik. Amma doktor, bu orucluq Ramazan ayı başlanandan sizin yanınıza gələn pasientlər hansı problemlərlə yaxınlaşırlar sizin? Reflüsü olan pasientlərimiz oruc tutur və bir də görürsük ki, intensiv, kəskin bir ağrılarla bizə müraciət edir. Və yaxud da ki, öd daşı olan pasientlər. Bizim öd kisəmizin həcmi 120-150 millilitrdir. 150 millilitr. Sutka ərzində isə litrə yarım öd sintez olunur. Yəni öd kisəmizin tutundan 10 dəfə çox. Və bu yığılan öd nə olur? Öd kisəsində bunun sulu hissəsi sorularaq palçıq şəklində öd gəlir yığılır öd kisəsində. Öd kisəsimizdə bizim daş varsa, oruç tutduğumuz zaman bu daş böyüyür, ağrı verir, köf verir, ağızda acılıq verir və belə insanların oruç tutması zəruri deyil. Mədəsində xorası olan insanlar, mədəaltı vəzisində problemi olan insanların, yəni bizim mədə-bağırsaq sistemi xəstəlikləri yönündən deyirəm ki, bunların oruç tutması zəruri deyil. Arıqlamaq istəyən insanlar mədəsində əməliyyat keçirib ilk bir il müddətində, əməliyyatdan sonraki bir il müddətində bu adamların oruç tutması qadağandır. Bir il, 12 ay. Bax, indi kim ki mədə kiçiltmə əməliyyatı keçiribsə, deyəcək ki, niyə mən tuturam, mənim həkimim də icazə verir. Nə üçün bir il ərzində?
Oruç Çünki tutmamalıdır. bilirsiniz necədir? Bu mənim istəyim deyil. 70-ə yaxın bariatrik cərrah, endokrinoloqlar, diyetoloqlar toplaşaraq, yəni bu mədə kiçiltmə əməliyyatından sonra insanın normal fizioloji həyatına yaxın bir hala qayıtmasının zamanını hesabladır. Bu 1 il çəkdi. Başa düşürsüz? Yəni bizim mədəmiz balacalaşır və yaxud da qəbul etdiyimiz qida birbaşa olaraq bağırsaqlara keçir gedir. Bunun adaptasiya dövrü minimal olaraq 1 ildir. Qeyd elədiniz, yəni ki, az-az qidalansınlar. İftarda da birdən-birə insan kim ki gün boyu ac qalıbsa, birdən-birə başlayır yemək yeməyə. Mən istəyərdim ki, bu məsələyə bir də qayıdaq. Yəni iftarda ilk növbədə nə yesinlər, daha sonra nə qədər fasilə verməlidirlər və sonradan nə yeməlidirlər. Yəni bir neçə çeşid mən istəyərdim deyə. Deməli, iftarda bir fincan su içiləcək. Xurmanla da ola bilər, zeytunla da ola bilər. Yəni o dini nöqteyi nəzərlə mən girməyəcəm. Bir stəkan suyun içməsi mütləqdir. Və ondan sonra bir kasada biz şorba içməliyik. Hansı şorba olmalıdır? O vacib Məsələn, olan. mərci şorbası ola bilər, tərəvəz ağırlığı şorbalar ola bilər. Və istənilən bir şorbalar ola bilər. Və bu 15-20 dəqiqə müddətində olmalıdır. Ondan sonra bir 15-20 dəqiqə fasilə verməliyik və bizim ana yeməyimiz gəlməlidir. Ana yeməyimizdə nə ola bilər? Bulqurdan hazırlanmış, belə deyək də, pulov ola bilər. Dediyim kimi, ətli qidalar ola bilər. Bozbaş ola bilər. Mütləq amma yanında tərəvəz salatı olmalıdır. Həftədə ən azı 2 dəfə də paxlalılar olmalıdır. Başa düşürsüz? Bunlar ola bilər və bu ana yeməyimizi də biz yavaş-yavaş, çeynəyə-çeynəyə yeməliyik. Hardasa bir 30-35 dəqiqə müddətində də biz ana yeməyimizi yedik. Ondan sonra yenə də su içdik və meyvə şirəsi içdik. Bu bizim oldu ana yeməyimiz. Sonra isə 1 saat, saat yarım, ən idealda 2 saat gözləyirik və bir yürüyüş edirik. Nə qədər yürüyüş olmalıdır? Bir 30-40 dəqiqə müddətində orta tempdə yürüyüş eləməliyik. Çünki fiziki Hər aktivliyimizi hər gün. Və ondan sonra isə biz belə deyək də bizim ikinci yeməyimiz var. İkinci yeməyimiz nə ola bilər? İkinci yeməyimiz də ola bilər ki, məsəl üçün tutaq ki, pörtlənmiş bal qabağı ola bilər. Meyvə suları içməliyik və çoxlu su içməliyik. Məsələn, badamdır, fıstıqdır, qozdur. Bunları nə vaxt qəbul etməlidir? Bunları səhər. Sahurda. Sahurda Nə niyə görə? üçün bəs səhər? Niyə görə? Çünki Bir də bunlar ürəyi istəyir iftarda. ola bilər, olmazsa o söz demirik biz. Eləyə bilər. Amma bunlar həm lif var tərkibində, həm bizə lazım olan omega yağı və doymamış yağ turşuları var. Və ən əsası da bunlar gec parçalanacaq, gec sorulacaq. Sutka ərzində bizi tonusda saxlayacaq. Elə insanlar var ki, səhər və yaxud da iftarda deyir ki, mən ürəyim, məsəl üçün siz şorba dediniz, piti ilə, piti istəyirəm yeyəm. Piti də çox yağlı olur. Və yaxud da xıngal. Yəni ki, bu insanlar hansı səhvlərə yol açır? O insanlar səhvə yol vermir. Bilirsiniz necədir? Bizim genetik bir yapımız var da, bizim bir genetik bir quruluşumuz var. Gəlin səmimi olaq da. Məsəl üçün Qərbi Azərbaycan, Gəncə Qazax bölgəsində olan insana, yəni deməyimiz ki, xəngəl yeməyəcəksən, bu sənə zərər deyil. Çünki adamın necə deyilir, genetik yapısı ona öyrəşib. Məsəl üçün gürcülər, bizim qonşumuz gürcülər daha çox istiotlu yeyirlər, düzdürmü? Amma biz o istiotlu yeyə bilmirik. Düzdür? Niyə görə? Çünki biz anadan olandan o qədər istiotlu yeməyə öyrəşməmişik. Və yaxud da ki, bizim pitinin deyək də vətəni sayılan Şəkidə yaşayan bir insanımıza ki, piti yemə sənə zərərdir deyə bilmərik. Sadəcə olaraq bunu hər gün davamlı olaraq qəbul olunmamasını önəririk biz. Yəni tövsiyəmiz odur. Bəs bu nədəndir? Çoxları misal üçün bizə də yazıb ki, iftardan sonra nə üçün hamıya, yəni ki, çoxlarında dərhal yuxu gəlir. Biz qidalandıqdan sonra deməli mədə, bağırsaq işləməlidir və qanın bir hissəsi beyindən oğurlanacaq. Və yaxud da ondan sonra sorulmuş qidalı vasitələr damarlarda, məsələn 12 barmaq bağırsaqda, ondan sonraki bağırsaqlarda sorulmalıdır. Ona görə də qan kütləsinin
belə deyək də, böyük bir hissəsi mədə-bağırsaq sisteminə yönəlir ki, həm hərəkəti artırsın, həm həzmi gücləndirsin, həm də sorulmanı gücləndirsin. Və o zaman belə lori dildə beyindən qan oğurlandığı üçün biz yuxuya gedirik. Çünki beyin qansızlaşır. Yəni bu məcazi mənada qansızlaşır. Çünki böyük bir hissəsi, kütlənin böyük bir hissəsi mədə-bağırsaq sisteminə yönəlir. O yüzdən. Bəs elə insanlar var ki, yəni əvvəllər idmanla səhərlər məşğul olub, indi isə Ramazan ayında biraz qrafikini dəyişib iftardan sonra idman edir. Necə məsləhət görürsüz? Doğrudur, yaxşıdır? Yəni baxmayın yuxudan qabaq ürəyi yükləmək olarmı, olmazmı? Ümumiyyətlə idmanla axşamlar məşğul olmaq lazımdır. Nə üçün? Kardioloqlar axşam məşğul olmağı tövsiyə eləyir. Mən də o fikrə qatılıram. Nədən? Belə də səhər tezdən qalxdıq, biz getdik saat 6-da yuxudan qalxdıq. 8-əcən mən sevindik Arazov idmanını elədim və gəldim işə. Mən istəsəm də, istəməsəm də yorğun oluram. Sutka ərzində artıq fiziki yorulmuşam və enerjimin çox hissəsini xərcləmişəm. Anlata bilirəm. Ümumiyyətlə bir şey var ki, idmanla yeməkdən əvvəl və yaxud da 2 saat sonra məşğul olmaq lazımdır. Məsələ ona görə deməli, bəzi insanlar deyirlər ki, mən iftardan sonra idmana gedirəm və nə yemişəmsə onu hiss eləyirəm. 2 saat sonra olar və yaxud da öncə. Bir də doktor, mən istəyərdim ki, yəni qısaca da olsa, keçən dəfəki söhbətdə biz qayıdaq. Dönər söhbəti bizdə var idi, hansı ki, müzakirələrə çox qatınanlar oldu Instagram səhifəsində. Yəni bəzi insanlar deyirdilər ki, dönərdə siz qeyd eləmişdiniz nə qədər ət vurulur, qeyd edirlər ki, düzgün də hesablama olmayıb. Məndə yəni hansısa rəhbər sənədlərə əsaslanaraq bunu deyirəm. Yəni bu mənim öz şəxsi qənaətim deyil. Çünki mən bu sözü demişəmsə və ən azından onun altında hansısa bir rəhbər sənədi var ki, mən onu oxuyaraqdan onu deyirəm. Dönər mövzusuna isə gəldikdə ilk onu qeyd eləmək istəyirəm ki, mənim dönər satanlarla, dönər biznesində olan insanlarla heç bir nə ilişkim, nə bir aqressiyam, nə onlarla heç bir işim yoxdur. Nə də dönər bir yeri açmaq fikriniz yox. Mən doktor olaraq və dönər biznesində də deyiləm. Və sualları belə deyək də qısa olaraq belə cavablandıracaq. Mənim dediyim o söhbət, yəni mal əti, orada yazırlar ki, məsələn, baş ətindən eləyirlər, hansısa içalatdan eləyirlər. Mən ora qarışmıram. Doğru, dürüst 1 kiloqram mal əti qızardıldıqda 30% itkiyə gedir. 1 kilonu qızardanda 650 qram qızarılmış ət qalır. Biz dönəri 650 qramdan hazırlayacağıq, 1 kilodan yox. Normalda dönərin içində 90-130 qram arası ət olmalıdır. Bu qida texnologiyasında belə yazdım. 650 qramdan da ortalama 100 qramdan hesablasaq 6 dənə, maksimum 7 dənə dönər çıxa bilir. Mən sizin sözünüzü cavablandırdım. Vəssalam. Bax, mən ümid edirəm ki, bizə yazanların heç bir sualı bundan sonra qalmaz. Və yaxud da düzgün hesablanmırsınız. Yəni doktor düzgün hesablayıb, amma siz isə hansısa başqa aspektdən yanaşıb düzgün hesablanmırsınız. Yox, baxın, biz necədir? İnsanlar gördüyünü doğru kimi qəbul eləyirlər. Mən onları qınamıram. Başa düşürsüz? Məsələn, yazır ki, 1 kilodan 20 dənə dönər çıxara bilər. 100 dənə dönəri çıxarmaq olar ki, onun içinə heç ət adında bir şey qoymayasan. Biz öyrəşmişik ki, gün ərzində belə deyək də orta hesabla 3 dəfə qidalanaq. Amma Ramazan ayında bir səhər, o da ki, az bir miqdarda, daha sonra isə axşam daha çox qidalanırıq. Amma Ramazan ayı bitəndən sonra biz həmin qrafika davam edə bilərik. Bəzi insanlar deyir ki, mən artıq öyrəşmişəm, Ramazandan sonra elə 2 dəfə qidalanır. Bu doğrudur, yoxsa elə daha sonra Ramazan ayından sonra belə deyək də 3 dəfə, 4 dəfə qidalanma doğrudur. Biz normalda gündə 3 dəfə qidalanmalıyıq. Amma bu belə də qırmızı hərflərlə yazılıb nida işarəsi qoyulması demək deyil. Səhər yeməyini özün ye, günorta dostundan paylaş. Şam yeməyində isə onu düşməninə ver. Yəni bu nə deməkdir? Biz gündəlik kalorimizin hardasa %45%-ni səhər almalıyıq. Bu da hardasa doğru bir məsləhət deyil əslində. Çünki deyirlər ki, özünə qıymadığını düşməninə də qıymamalısan. Amma yenə də burada atalar hardasa səhv eləyib ki, doğru bildiğimiz yanlışlar ola bilər. Amma biz necədir? Belə kobud bir misal deyək də, səhər tezdən düşdük, avtomobilimizi işə salmaq istəyirik, benzin yoxdur. Nə etməliyik?
Biz yanacaq doldurma məntəqəsində belə deyək də yanacaq doldurma kənini benzinlə doldurmalıyıq, düzdür? Yaxşı, səhər yuxudan durduq və bizim gün ərzində tonusda olmalıyıq, enerjili olmalıyıq. Əgər biz kənardan enerji almırıqsa, gün ərzində bizim iş qrafikimiz necə olacaq sizcə? Necə olacaq? Zəif olacaq. Yəni belə deyək də bir fincan qəhvə bizi gün ərzində tonusa tutacaqmı? Yox. Bir gün, 3 gün, 5 gün. İnsanlar sağlam yaşaması üçün səhər, günorta, axşam qidalanmalıdırlar. Yetərincə su içməlidirlər. Yetərincə bitki liflərindən qəbul etməlidirlər və ən əsası da coğrafi yerləşməmizə uyğun olan qidalardan istifadə etməlidirlər. Fevral ayında bazarlarda çiyələk satılır. Onu qidalanmaq, yəni onunla qidalanmaq düzgünmü? Düzgün deyil. Çünki biz istəsək də, istəməsək də həddən artıq belə deyək də onun yetişdirilməsi üçün, böyüdülməsi üçün, o belə deyək də marketinq görünüşü verməsi üçün həddən artıq çox qatqı vurulur. O tövsiyə deyil. Bəli. Doktor, siz maye qəbulunu dediniz, su qəbulunu dediniz, amma elə insanlar var ki, deyirlər ki, mən gün ərzində ancaq yayda çox su içə bilirəm, amma qışda isə heç ürəyim su istəmir. Uzağı çay içə bilərəm 1-2 fincan. Yəni istəmədən su qəbul etdikdə bu bədənə yığılmır bəs? İstəmədən su qəbul eləməyəcəyik. Amma bir şey var ki, orqanizmimizin su ehtiyacı hər kiloqrama 30 millilitr olaraq hesablanıb. Yəni bu mənim deməyim deyil. Bu bizim rəhbər sənədimizdir. Yəni ki, bu bizim hamımızın, doktorların bildiyi bir şeydir. Məsəl üçün 70 kilo ağırlığında bir insan sutka ərzində 2 litr su içməlidir. Necə içməyin də deyir ki, bir qaydası var. Yəni bəzi insanlar deyirlər ki, bu xarici mütəxəssislər deyirlər ki, az-az gün ərzində biraz sənin xüsusi bir qabın olmalıdır, biraz. Yoxsa elə bir fincanı götürüb, məsəl üçün hər saat və yaxud da hər yarım saatdan bir sən içməlisən. Yox, elə deyil. Yəni sutka ərzində biz 24 saat ərzində deyirik onu. Yəni bu gün saat 12-dən sabah saat 12-əcən, yəni 70 kilo çəkisi ağırlığı olan bir insan, amma orada da bir şeylər var, kənara çıxmalar var. Yay vaxtında bu artır. Fiziki iş görən adam, məsəl üçün tutaq ki, çörək bişirmə səxində işləyən bir anamız, bir bacımız 70 kilo çəkisi var. O 2 litr içəcəkmi? Xeyr. O 3 litr, 4 litr içə biləcək. O onun üçün normaldır. Çünki həm temperaturun qalxması, başa düşürsüz, həm də ki bədən səthindən tərləmənin artması bizim su istəyimizi artırır, ehtiyacımızı artırır. Anlata bilirəm? Yəni o var. Amma bəzi insanlar var ki, bəli, bu Azərbaycanda bir dəbdir də. Doktor, mən çay içirəm çoxlu. Çay isə bizim üçün sidik qovucudur, kofein sidik qovucudur. Börəklərimizi yükləyirik. O da baxır hansı çay? Qara çay, yaşıl çay? Yox, söhbət qara çaydan gedir. Bitki çayları problemsizdir. Yəni bundan öncə belə deyək də əzgilin kökünün də, nə bilim, heyvanın kökünün də, çubuğunun da qabığından istifadə olunub. Belə deyək də kəkotadan istifadə olunub, gül xətimindən istifadə olunub, problemimiz olmayıb. Onları dərman kimi, yəni köhnə qalen preparatlarda bizim bu farmakologiyada köhnə qalen preparatları kimi istifadə olunub. İndi isə nəsə dərman, məsəl üçün belə deyək də, qan duruldurucu söyüdün qabığından hazırlanıb. İndi biz deyək ki, söyüdün qabığını biz dəmləyəcəyik, yox. Amma bizim bugün qəbul etdiyimiz qara çay doğrudanmı qara çaydır? Bax, o var. Çünki fermentlənmə sexlərində çox fermentlənir, rəngini artırılır. Məsələn, paket şəklində olan çaylar ümumiyyətlə tövsiyə eləmirəm. Nə üçün? Çünki o tozdur, orada yarpaq yoxdur. Bilməyənlər bilsinlər. Bəzən elə insanlar var, deyir ki, mən heç çay almıram, mən elə paket çaydan mənə yetərlidir. Amma bilmirlər ki, burada heç çay deyil axı bu paket çayda. Və yaxud da qara çay deyirlər ki, ümumiyyətlə qara çaydan vazgeçin də, yəni içməyin. Çünki normal çay, çayın rəngi olmur və yaxud da açıq yaşıl rəngdə olur. Çayın tərkibində bir tannin deyilən bir şey var. Yemək yedi, yeməyin arxasında çay içdi. Nə var tərkibində? Tannin. Aha. Yəni o sorulmanın qarşısını alır, sorulmaya qoymur. Yeməyin arxasınca həmən bir çay içiriksə, biz yeməyimizin tərkibində olan bir çox qidalı, makro, mikro elementləri, qidalı vasitələrin sorulmasını əngəlləyirik. Aydındır. Yəni gün ərzində onda nə qədər kofe içə bilərik və nə qədər çay içə bilərik. Bunu da belə orta hesabla da deyək, yəni həkimdən eşidək. Kofe dediyimiz bişirilmiş, belə doğru dürüst kofeni nəzərdə tuturuqsa 2 fincan, yəni maksimum fincan ölçüsünə baxır. Fincan yoxsa fincan? Kofe fincanı normalda hardasa
20-30 millilitr olurdu. Ondan artıq olmur ki. Olsun 50 millilitr. Yəni belə deyək də ölçü ilə desək gün ərzində 100-150 millilitr kofe içmək olar 3 dəfəyə. Çay, yəni çay mövzusunda bilirsiniz necədir? Azərbaycan üçün hansısa bir parametri demək olmaz. İnsanlar var ki, oturur çay evlərində, bəzən olur ki 3 çaynik, 4 çaynik çay içə bilir. Amma o qədər də su içməsi lazımdır. Bizi izləyənlərə 5 məsləhət verəsiniz. Ramazanda çox ən önəmli məsləhət. Qidalanma ilə bağlı ən önəmli məsləhətlərim budur ki, imsaksız oruc tutmaq tövsiyə deyil. İftarı açarkən isə sunan açmaq lazımdır. Ondan sonra isə mütləq olaraq bu məcburidir. İlıq suyla, düzdür? Bəli. Mütləq olaraq bir kasa şorba içilməlidir. Üçüncüsü, yeməklər yavaş-yavaş çeynənilərək, sevə-sevə yeyilməlidir. Niyə görə ki, çünki çeynənilsin, udulsun və beyinə siqnal getsin ki, bəli, doyma yarandı. Və saat yarım, 2 saat sonra mütləq olaraq yürüyüş olunmalıdır. Hər şey paylaşdıqca gözəl olduğuna görə oruç tutan insanlar tək yox, ailələrlə bir yerdə, iş yoldaşlarla bir yerdə, məhəllədəki qonşularla bir yerdə bu cür nədən? Çünki tək olduqda insan öz evində tək olaraq daha çox qida hazırlayır, başa düşürsünüz və daha çox yeyir. Amma toplumsal olanda isə, kütləvi olanda isə hərəsindən biraz dadaraq çox yeməyin qarşısı alınır. Və paylaşdıqca Paylaşdıqca gözəldir üstünlük, bəli. Və doktor, mən sizə təşəkkür edirəm. Sonda bizi izləyənlərə də demək istəyirəm ki, bizim səhifələrə abunə ola bilərsiniz, öz təkliflərinizi, rəylərinizi bildirə bilərsiniz. Instagram səhifəmizə Rəsulova ilə söhbət yazıb abunə olursunuz, yazırsınız. Eyni zamanda YouTube-da da Vəfa Rəsulova yazıb həm abunə olursunuz, həm də ki, təklif və rəylərinizi yazmağı unutmursunuz. Qeyd etmək istəyirəm ki, bugünkü qonağım terapevt doktor Sevindik Arazova idi. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Allah sizin də orucunuzu qəbul etsin və bizi izləyənlərə də demək istəyirəm ki, Allah sizin də orucunuzu və dualarınızı qəbul etsin. Amin. Bugünlük bu qədər. Hələlik.